elə az yaşlı qızlarımızda mən bayaq ona görə vurğuladım ki, yeniyetməlik dönəmində bu tüklənmələrin ya aşırı olması, bir də saçların tökülməsini bəzən biz çox təəssüf olsun ki, keçid dönəminə də bağlayırıq və bu həmin dönəmin keçididir və sonradan özünü bərpa edəcək deyə bir zamana qayıdacağıq deyə düşüncəmiz var. Amma əslində baxın, həkimlər və doktorlar, ümumiyyətlə tibb onu göstərir ki, bunun geri dönüşü olmayan və çox ciddi fəsadı ola biləcək problemlər yarada bilər. Həm də qadınlarımızda bu endokrin problemlər onun sonsuzluq məsələsini və gələcəkdə ana olmaq məsələsinə qədər. Bugün daha çox aktual olan doktor, ona vurğulamağınızı xüsusi xahiş edəcəm. Bu ay bilirik ki, oktyabr ayı süd vəzi xərçənginə qarşı mübarizə ayıdır. Bizim keçənlərdə də Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimli bizdə qonaq idi və o da bildirdi ki, ümumiyyətlə çox həssas və sürətlə, belə deyə artıq vüsət almış bu süd vəzi xərçəngi. Ümumiyyətlə, qadınların həssas məqamı, bəlkə də yoxlanışları mı düzgün vaxtında getmirik, buna da çox adi baxırıq və ən çox müşahidə olunan süd vəzidən südün ifrazıdır. Deyilmi? Burada da ciddi bir hormonal pozuntu mu yatır bu xanımlarda, yoxsa da bəziləri deyir ki, müəyyən uşaq dünyaya gətirmişəmsə, sonradan bunların olması normaldır. Zamanla keçəcək və bərpa olunacaq deyə mənim düşüncəmdə bunların sonrası bərpası olacaq bir anlayış yoxdur. Nə qədər indi doğrudur? Bəli, demək biz burada süd vəzidən süd ifrazı dedikdə prolaktin hormonunun yüksəkliyi, yəni süd hormonu prolaktinin yüksəkliyindən danışa bilərik ki, hipofizdə bu hormon sintez olunur və bunun fizioloji ifrazat dövrü var. Bu hansı dövrdür? Hamiləlik və süd əmizdirmə dövrü. Yəni bunu biz normal qəbul edirik və süddən kəsdikdən sonra, ana uşağı süddən ayırdıqdan sonra müəyyən bir müddət süd vəzidə təbii ki, axarların geniş qalması səbəbilə müəyyən qədər bu ifrazat davam edə bilər. Amma bu hər zaman normaldırmı? Təbii ki, xeyr. Bu sizdə prolaktin hormonunun yüksəkliyinə səbəb olan amillərdəndir. Eyni zamanda digər endokrin problemlərdir. Yəni hormonal sistem də bir-biri ilə əlaqədar olur. Məsələn, bəzi halda pasiyentdə hipotireoz dediyimiz tiroid hormon yetməzliyi var və bunun fonunda da prolaktin hormonu yüksələ bilir və yaxud gətirək ki, digər bir soruna bu dəqiqə antidepressant qəbulu, Ülviyə xanım, çox təəssüf ilə qeyd etmək istəyirəm ki, hədsiz dərəcədə çoxalıbdır və bütün ixtisas həkimləri artıq antidepressant qəbulunu çox sadə baxırlar və bu da prolaktin hormonunun yüksəkliyinə gətirib çıxarır ki, yəni pasiyent gəlir, artıq adəti düzənsizdir və yaxud süd vəzi də artıq başlayıb onu ağrılar, narahat etməyə və biz mütləq anamnez alan zaman araşdırırıq. Siz antidepressant, neuroleptik və yaxud digər hər hansı bir dərman preparatı qəbul edirsinizmi? Və buradan yola çıxırıq ki, sizdə süd vəzi mütləq şəkildə xüsusi bir problemi yoxdur. Təbii ki, mammoloqun dəyərləndirməsini istəyirik. Bəzi halda özəl durumlarda ultrasəs və yaxud mammografiya gərəkirsə bu müayinələri pasiyent edir, yəni ixtisas üzrə. Amma prolaktin hormonu yüksəkliyi bu dəqiqə vüsət alan və süd ifrazına səbəb olan problemdir və prolaktin hormonu yüksəkliyinin ən önəmli səbəbi isə hipofiz vəzidə olan adenomlardır. Yəni, adenomlar da mikro və makro olmaqla iki qrupa bölünür. Bütün prolaktin yüksəklikləri müalicə tələb edirmi? Təbii ki, xeyr. Amma ciddi, adət düzənsizliyi və sonsuzluğa aparan yoldayıqsa, həm birincili, həm ikincili mütləq şəkildə müdaxilə edərək, gərəkərsə cərrahi, hansı ki, cərrahi müdaxiləyə ancaq xüsusi hallarda göstəriş var. Yəni, bu müalicə ilə normasına qoyuruq və yaxud digər səbəbləri götürərək normasına qoya bilərik. Və Ülviyə xanım, süd vəzi xərçənginə gəlincə özəl bir haşiyə siz bildirdiniz. Mən də ora toxunmadan düşündüm ki, keçməyim. Süd vəzi xərçənginin artmasında bu dəqiqə endokrin hormon pozucuların orqanizmamıza daxil olması və demək olar ki, süni istifadə etdiyimiz plastik qablar, hava nəmləndiriciləri, maşınlarda hər yanda gedirik, yəni sürücü oturub, amma orada gözəl qoxu gəlir deyə onu asıbdır və yaxud istifadə etdiyimiz şampunlar, kosmetik
vasitələr, ətirlər əslində orqanizmamız estrogen olaraq o reseptorlara təsir edir, estrogen reseptorlarına və təsir edərək bu da orqanizmada xərçəng əmələ gəlmə riskini süd vəzidə artırır. Çünki bu doğal estrogen deyil və olmadığı üçün də təəssüf ki, və bu barədə məlumatsızlıq istəyirik, hər yanımız tərtəmiz, gül kimi olsun, hər yandan gözəl qoxular gəlsin, amma ətrafımız belə deyək, təmizləndikcə içimiz xəstələnir, daxilimiz xəstələnir və pasiyent bəzən gəlir, daim xlorla işləyir, daim kimyəvi təmizlik vasitələri ilə işləyir və burada biz bildiririk ki, siz səbəblər buradan da qaynaqlanır, bunları da göz ardı etməyin ki, siz süd vəzi də estrogenə çox həssas bir orqandır, yəni və o səbəbdən yəni onun metabolizması düz getməyəndə süd vəzi xərçəngi yarana bilir. Süd vəzi xərçəngi və yaxud olan prosesi kəskinləşdirə bilir. Bu səbəbdən orqanizmada estrogen, progesteron balansını düzgün tənzimləmək orqanizmada çox önəmlidir. Bura yanaşmaq və endokrin hormon pozucularımıza biraz ətraflı baxmaq. Təbii ki, bu başqa bir mövzudur. Bu fərqli bir mövzudur. Yəni amma bunu da göz ardı etməməliyik xərçəngin, xüsusən süd vəzi xərçənginin bu qədər geniş yayılması.